İşıq zad normaldır. Dəqiq. Stön. Evet, cavab da burada. Sən mənim operatorum idin, nə oldu? Neyse bəs. Gördüm maaşı az oldu. Nə maaşı, hə? Ehsandır. Əziz bilgələr, bu dəfə sizə ümumi tarix dərsləri ilə gəlmişik. Mövzumuz Misir, Şumerdir. Əslində 24-25 nəşri ilə 25-26 nəşri arasında ölümcül fərq yoxdur. Amma sıfırdan çəkdiyim üçün dedim heç olmasa bunu da sıfırdan çəkim, izahını görün. Təəssüf ki, indi ümumi tarixin xəritəsini gətirə bilmədim. Amma videoda boşluq olan tərəfimdə Misirin xəritəsini yerləşdirəcəm. Ərazi olaraq Misir Afrikanın şimal-şərqində yerləşir. Ərazisində Nil çayı axır. Bir dənə Misirdə qəribə xüsusiyyət odur ki, normalda biz görmüşük ki, çaylar yuxarıdan aşağı doğru axır. Misirdə tərsinə kimi görsənir, amma tərsinə deyil. Yerin kürə formasında olduğunu nəzərə alsaq, tərsinə olmur. Misirdə Nil çayı aşağıdan yuxarı doğru axır və gedir Aralıq dənizinə tökülür. Və ona görə Misir iki hissəyə bölünür. Aşağı tərəfdə qalan hissə olur yuxarı Misir, yuxarı tərəfdə qalan hissə olur aşağı Misir. Burada bir balaca təzad var. Danışırıq Misirdən. İndi Misirin coğrafiyasında orada girişdə belə bir məlumat var. Deyir, böyük buzlaşma bitəndən sonra və dünyada artıq quru yerlərin sayı artır, səhralar meydana gəlməyə başlayır. Bunun nəticəsində Afrikadakı Sahara səhrası meydana gəlir. Nəsə bu məlumatlar biz o qədər də önəmli deyil. İndi elə belə bir-iki cümlə dedim ki, yəni bilirəm də, mən də bilirəm. Bəli. Nəhayət dostlar, indi keçən dərsimizdən bir məlumat formasına keçmişdik. Misirdə xırda dövlətlər meydana gəlmişdi. Bu dövlətlərin adı köhnə kitabdan desək, Nom adlanırdı. Nomlar əvvəlcə vilayət idilər, sonra güclənirlər, qala divarlarına əhatə olunurlar və dövlətə çevirirlər. İndi lazımdır bu məlumat. Misirdən bir-iki dənə məlumatı girişlədiyim sonra çünki yadımdan çıxacaq. Bu bayaq dediyim kimi bu Nil çayının özünü Misir üçün bərəkətli hesab edirdilər. Amma Nilin mənfi xüsusiyyətləri də var ki, tez-tez daşırdı. Və bu daşqınların nəticəsində Misirlərin əkin sahələri batırdı, gedirdi. Ona görə bunlar hər yerdə var. Bu Çində də var, Misirdə də var, Şumerdə də var ki, suvarma kanalları və bəndlər vasitəsilə daşqınların istiqamətini dəyişməyə yaxud da azaltmağa çalışırdılar. Misirdə bu bəndlər adlanırdı damba. Bəzi yerlər vardı ki, Nil çayından uzaqdaydı və həmin dövrdə Misiri səhra çöl iqlimi olduğunu nəzərə alsaq, suvarma sistemini təmin edə bilmədikləri üçün əl çatmayan yerlərə şaduf vasitəsilə suvarma həyata keçirirlər. Bunlar dedim. Sonra 4-cü minilliyin ikinci yarısında Misirdə nomlar arasında mübarizənin nəticəsində axırda 2 dənə nom qalır. Biri yuxarı Misir, biri aşağı Misir. Və bu mübarizənin nəticəsində yuxarı Misir qalib gəlir. 4-cü minilliyin indi sonunda ikinci yarısında mübarizə olur. Sonunda isə yuxarı Misir qalib gəlir və Misirdə vahid dövlət yaranır. Bu vahid dövlətin birinci paytaxtı hara olur? Memfis şəhəri. Eradan əvvəl 2-ci minillikdə Memfisdən Fivə köçürüləcək. Onun növbəyinə danışacağıq. Birinci siyasi tarixdən danışmaq istəyirəm. Misir 2-ci minilliyə qədər müxtəlif mərhələlər keçibdi. Güclü dövrdə olubdu, zəif dövrdə olubdu. Amma onun 2-ci minillik zirvə dövrü hesab olunur. Düzdür, 2-ci minilliyin özü də aşağı-yuxarı dəyişik dövr hesab olunur. Məsələn, bizə lazım olan hökmdarlardan 1-ci Tutmos var. 1-ci Tutmosun dövründə sərhədlər şimalda, testdə çünki böyle bir bayaq gördük sualı, şimalda Fərat çayına qədər çatdırılmışdı, Suriya, Fələstin, Finikiyanı ələ keçirmişdi və eyni zamanda Nubiyanı da birləşdirmişdi ölkəyə. 1-ci Tutmosun dövründən sonra müəyyən qədər boşluq yaranır. Amma nəvəsi 3-cü Tutmosda bu deyək ki, qüdrət bərpa olunur. Həmin əraziləri yenidən ələ keçirir. Söhbət Suriya, Fələstin, Finikiyadan gedir. Həmin əraziləri ələ keçirir və orada canişinlik sistemi yaradır. Keçən dərsimizdə demişdik, canişinlik sistemi yaratması kimlə oxşar xüsusiyyət ola bilər? İran üzrə oxşar xüsusiyyət ola bilər. Sonra kimlə oxşar xüsusiyyət ola bilər? Kutilərlə oxşar xüsusiyyət ola bilər. Onlar kim? O da indi yaratdığı sistem canişinlikdə, adını canişinlik qoymasa da Əhəmənilərlə oxşar xüsusiyyət birinci dairədə canişinlik sistemi yaratmışdı, satraplıq adlandırdı. Nəysə, 1-ci Tutmosun dövründə dostlar dediyiniz kimi əsas vacib hadisə bu canişinlik sistemi idi. 1-ci Tutmosun ölümündən sonra zəifləmə gözə çarpan dərəcədə artır. Ta ki gəlir hadisələr 2-ci Ramzesin, 1-ci Tutmos dedim, 3-cü Tutmosun dövründə Ramzesin dövrünə qədər. Ümumiyyətlə bu 3 dənə hökmdarın
hakimiyyətdə olması 2-ci minilliyə aiddir. Eradan əvvəl 2-ci minilliyə. Bax, 2-ci Ramzesin dövründən orada bir dənə cədvəl var və cədvəldə bizə belə məlumat verir. 2-ci Ramzes hakimiyyətə gəlir, Afrikadakı üsyanları yatırır. Oradan xronologiya düşmüşdü bir dəfə. Güvənin sınağı idi mi, yoxsa güvənin toplu suydu mu, hardasa düşmüşdü. Aralıq dənizi istiqamətində işğalçı yürüşlər həyata keçirir. Əraziləri işğal edir və ondan sonra bu ərazidə güclənmiş dövlət olan Het dövləti ilə mübarizə aparır. Het dövləti ilə mübarizənin nəticəsində bizə məlum olan ilk yazılı müqavilə, Kadeş müqaviləsi imzalanır. Və buradan məsəl üçün nə kimi sual çıxartmaq olar? Məsəl üçün deyərik ki, Hun-Çin müharibəsinin nəticəsində bizə məlum olan ilk yazılı müqavilə imzalanmışdı. Yaxud Yunan-İran müharibəsinin nəticəsində eyni şəkildə bizə məlum olan ilk müqavilə. Bu bizi çaşdırmaq üçün verilə bilər. Amma doğru cavab Hetlərlə Misirlərin arasındaydı. Nə üstə dalaşmışlar bunlar? Suriya üstündə. Bəyək demək yadımdan çıxıb. Misirin yuxarı aşağı Misir dövlətləri nə üstə dalaşmışdı? Misiri vahid dövlətdə birləşdirməkdən ötürü. Və bu Kadeş müharibəsi deyək də buna. Kadeş müharibəsində tərəflər arabalardan istifadə eləmişdi. Bizi çaşdıra bilər, deyə bilər ki, deməli arabaları kimlər yaratmışlar? Misirlilər. Bu səhvdir. Kimlər yaratmışlar? Şumerlər yaratmışlar arabaları. Bunlar da arabalardan döyüşdə istifadə eləmişdi. Yəni bu bir fərqlilik idi. Ondan sonra 2-ci Ramzesdə, Kadeş müqaviləsinin şərtini deyim, 1286-da bağlanmışdı. Kadeş müqaviləsinə görə Suriya bölüşdürüldü, Şimali Suriya qaldı. Hetlərdə Cənubi Suriya qaldı. Misirdə, Fələstin və Finikiyada yenidən Misirin tərkibinə keçilir və tərəflər razılaşdılar ki, müharibə olduqda bir-birlərinə kömək edəcəklər. Bundan sonra yaranan, sülhdən istifadə edən 2-ci Ramzes quruculuq işləri aparır, həyata keçirir. Nubiyada özünə heykəl düzəldir, saraylar tikdirir və s. Amma 2-ci Ramzesin ölümündən sonra dövlət zəifləməyə başlayır. Belə ki, bu zəifləmənin nəticəsində bayaq bu sualı verdim. Kimə vermişdim bu sualı? Eradan əvvəl 1-ci minilliyin əvvəllərində. 1-ci minilliyin əvvəllərində Misir parçalanmağa başlayır. Baxın, Misir süqut eləməyə başlayır, süqut edir ifadəsi başqa şeydir. Misir parçalanmağa başlayır ifadəsi başqa şeydir. Misirin parçalanma səbəbi nə olur? Bayaq onu qeyd eləmişdik. Nə dedi? Hakim sülalələrin tez-tez əvəz edilməsi, xarici müdaxilə, daxili çəkmə, bir də məmur özbaşınalığına nail olur. Nəticəsində elə bir bura Cənubi Koreyadır, bura Şimali Koreya. Nə olur ay bala? Bilirsiniz, yanına başınızı yerlə, o yüzden başını yerləyə, gör ki, bilir də. Siz də başınızı yerləyin də. Danışıq tutarmısınız deyə elə bilirsiniz ki, hər şey güllük gülistanlıqdır. Səsimizi videoda Ankara'ya baksın. Ay Allah. Yaxşı, всё. Bu menisdir, menis. Feminist başqa şeydir, menis başqa. Səhv. Ancaq sonra gözümü tikəcəm saat. Duxum var, o bir dənə video var, deyir, səhv edib müəllimin üzünə baxaram. Müəllim dərsin axına qədər mənim gözümün içinə baxaram. Bax, indi onu sahil edəcəm. Nəysə. Və dostlar, bundan sonra Eradan əvvəl 525-ci ildə Pelusiya döyüşü baş verir. Pelusiya döyüşünü nə adlandırırdılar? Misirin möhürü. Yazırıq bura. 525. Bu Pelusiya döyüşünün baş vermişdi Əhəmənilərlə Misir arasında. Əhəməni hökmdarı kim idi onda? İkinci Kambiz. Adamın adı Kambizin deyil. Ya da Kambizi deyil. Kambizdir. Bunu keçən dəfə danışdıq da biz. Buradaydın da sən, düzdür? Haradaydın bə? Ulusundan danışanda burada dördün nə? Mate. Dalğa vurmuşdu, sən yıxılmışdın ora. 525-dəki dalğadan sonra Misir süqut edir. Всё. Bundan sonra bizə verilmiş hadisələr Misir dövlət tarixinə aid deyil. Məsəl üçün, bura biz nəyə aid edəcəyik? Eradan əvvəl 332. Neçənci minillik oldu bu? 1-ci minillik oldu. 332-ci ildə nə baş vermişdi ki? Makedoniyalı İskəndər gəlir, Misiri ələ keçirir. Əhəmənlər? Hə, düz deyirsən, Əhəmənləri məğlub edir, canişin var. Ay, sağ ol. Nəysə, İskəndər ələ keçirir, deyir, sonra öz adına bir şəhər saldırır İskəndəriyə və düzdür, paytaxtı da köçürür. Deməli, 1-ci minillikdə Misirin paytaxtı təzədən köçürmüşdür. Düz belə deyə bilirik də, deyə bilmirik. Misirdir. Misirin paytaxtı deyil axı o. Sağ ol. 332-dən ta ki, indi köhnə kitabda verir, ətraflı məlumat lazımdır. Ptolemeylər sülaləsi, onlar sizə ehtiyac deyil. Bir də sizə verilmiş hadisə var. Eradan əvvəl 30-cu ildə Roma Respublikasının əyalətinə çevrilir.
Misirin siyasi tarixi bu qədər. İndi keçirik Misirin təsərrüfat tarixinə, mədəniyyətinə və digər hadisələrə. Nədən danışaq? Birinci gəlin yazıdan danışaq. Misirdə eradan əvvəl 4-cü minillikdə nə meydana gəlmişdi? Şəkli yazı. Nə adlanır şəkli yazı? Piktoqrafik. Piktoqrafik yazının yaranması Misirlərlə kimlərin oxşar xüsusiyyəti oldu? Şumerlərin. Misirlərin yaratdığı yazı hansı oldu? Heroqlif yazını nə zaman yaratdılar? 4-cü minillikdə yaratdılar. Keçən videomuzda demişdik, bir daha xatırlatma eləyik. Heroqlif eləyik. Heroqlif yazıdan istifadə kimlərin oxşar xüsusiyyəti oldu? Manna, Misir, Çin, bir də Mayalı. Kim idi o? Sağ ol. Sənin şəklini burada qoyacağım. Bir də Mayalıların oxşar xüsusiyyəti idi. Bəli, dostlar, bu keçən də yazdırmışdım ha hələ. Bu heroqlif yazını, deməli, müqəddəs işarələr adlanında 1822-ci ildə Jean Champollion oxumuşdu bu yazıları, Fransız alimi. Bu o qədər də lazım deyil, amma bilməliyik. Bəzi abituriyentlərimiz var, bilir və sualda cavab verir. Sonra Misirdə bir dənə sual qabağıma açmışdı. Yazılar nəyin üzərinə yazılırdı? Bax, o səhvdir. Çünki Misirdə gil bahalı olduğu üçün bəli, az istifadə olunur. Daha çox papirusun bəli, dərinin üzərinə yazılırdı. Divarlara. Deyib belə. Belə. Nəsimi stop. Bura haradır bilirsən? Əlincə qalası. Buna Əmir Teymur yazılıb. Nəsimi stop. Sonra Misirlilərin qulları ilə bağlı danışırıq. Lətifəsi sizdən İraq. Bu müharibələrin nəticəsində Misir yeni ərazilər ələ keçirir və ərazilərdən insanları götürür, onları qul kimi işlədir. Misirdə qullar nə adlandırırdı? Canlı, ölü adlandırırdılar, düzdür. Sonra Misirdəki danışaq biraz bu ehramlardan. Misirdə dedik ki, piramidalarda dəfn olunurdu. Piramidalar eradan əvvəl 3-cü minillikdə yaradılmağa başlanmışdı. 3-cü minillikdə ilk piramidanın müəllifi, yəni kimin şərəfinə olmuş desə, Djoser, ən hündür piramida kimə məxsus desə, Xeopsa, Gizə ehramları 3-cü minillikdir. Hansı Misir hökmdarı idi ki, ilk dəfə Sərdabədə dəfn olmuşdu? Birinci Tutmos, ən zəngin Sərdabə Tutanhamon, köhnə kitabdaydı bu. Bunları da tez qısa müddətdə keçirəm, hamısını orada oxuyasınız. Qəşəng, pilləkən məsələsi düzdür. Bu Sfinksdən danışırıq. Bunu keçən dəfə Manna dərsinin içərisində olanda da dedim ki, Mannada da aşkarlanmışdı. Misirdə də oxşar xüsusiyyət ola bilər. Sfinksi dəhşətlər atası adlandırır. Xeopsun piramidasının böyründə var idi. İnsan başlı, aslan bədənli, cənli bu Fironu şeydən qoruyur da, ruhlardan, hücumlardan, zadlardan. Və dünyanın ən böyük tikililərindən biri də dünyanın 7 möcüzəsindən biri kimi tarixə düşmüşdü. Başqa nədən danışaq Misirdə? Tanrılardan danışanda, Firondan zaddan danışacağım, yadıma düşdü. Tanrılardan danışanda Misirdə çox Allahlıq var idi, bütpərəstlik var idi. Misirdə baş Allah kimi Amonu qeyd edirdilər. Köhnə kitablarda baş Allah Ra verilirdi, indi ta Amon verirlər. Misirdə əslində bu təbəqələr məsələsində, məsəl üçün orada kahinlərdən söhbət eləmək olar ki, Misirdə kahinlər həm də alimlər hesab olunurdu. Onların əsas işi Fironların Tanrı tərəfindən göndərildiyini təbliğ eləmək idi. Fironun özünün deyək ki, güya yer üzünün Allahı adlandırır, güya Allahın yer üzündəki aynası. Bu Tanrı tərəfindən verilmədi. Bu Əmir Teymurda da var. Bu uzun müddət davam edir bu proses. İdarəçilikdən danışırdı. Məsəl üçün Firondan söhbət edəndə Firon sözü özü əvvəlcə hökmdarın sarayına deyilirdi. Mən bunu soruşmadım bayaq sizdən. Hökmdar sarayı adlanır, sonra artıq hökmdarı elə Firon deməyə başlayırlar. Firon hakimiyyəti qeyri-məhdud idi. Bütün işlər Firona aid idi. İnşaatı olsun, hərbi şey olsun. Amma çatilər təyin eləmişdi. Təzə kitabda çatilərin vəzifəsini yazmayıbdı. Amma mən ehtiyatdan deyirəm, köhnə kitabdan olan testlər qarşınıza çıxsa yaza bilin. Bu çatinin səlahiyyətinin içərisində bir din yoxdur, bir də ki, hərb yoxdur. Qalan təsərrüfatdır, məhkəmədir, xəzinədir, dəftərxana kimi işlər çatinin səlahiyyətində idi. Ondan başqa bəzi məmurlar vardı, yazıb oxumağı bilirdilər. Daha çox kahinlərdən istifadə olunurdu o vəzifəyə təyin ediləndə də. Belə, keçək indi elmə.
Elmdən danışanda, məsələn, riyaziyyatlardan danışsaq deyir, bunların riyaziyyatı Şumerlərdə olduğu qədər güclü deyil idi. Bunların amma həndəsi bacarıqları yüksək inkişaf eləmişdi. Sahələri müəyyənləşdirə bilirdilər, üsbucaq dairə, trapesiyanın. Sonra milyon ifadəsini köhnə kitabda vardı ki, əllərini yuxarı qaldırmış, təəccüblənmiş insan işarəsi olaraq çəkirdilər, milyonu elə göstərdilər. Onluq hesablamadan istifadə edə bilirdilər. Bugünkü rəqəmlərimizi bilməsələr də hesablamadan istifadə edə bilirdilər. Ondan sonra astronomiyadan danışanda xəritəni çəkmişlər, ulduzların xəritəsini. Ulduzları bürslərə görə ayırmışlar, bürslərin grafikini müəyyənləşdirmişlər. Günəş və su saatını müəyyənləşdirmişdilər, təqvim yaratmışlar. Təqvimin yaradılması demək olar ki, bütün xalqlar üçün oxşar xüsusiyyətdir. Bunların təqvimi bu günə gəlmiş ən ideal təqvim hesab olunur. Dövrü 3 şeyə bölürdülər, fəslə deyək də. Daşqın, məhsul, bir də əkin məhsul, hə. Elə bu məntiqi olaraq həyata keçirirdilər də. Daşqınlar olurdu, sonra əkirdilər, sonra məhsul yığır, sonra təzədən daşqınlar olurdu. Yanır. Hə. Dedim ki, təqvimlərini də yaratmışdılar. Təqvimlərini də 365 gündə sonra əlavə edirdilər, üzərinə tətil verdilər. İlin sonunda 5 gün fəhlələrə tətil verilirdi. Tədrisdən danışanda, məktəblərdən danışanda varlıların övladları oxuya bilirdilər. Qızlar oxuyurdu məhdud ixtisaslarda, rəqs, evdarlıq. Evdarlığın nəyini oxuyurdu, mən başa düşmürəm. Yəni, qavqacağı nətər yumaq lazımdır, yəqin onu öyrədirmişlər. Küşləri nətər silmək lazımdır və yaxud və s. bəsdir. Kişi xeylaxları oxuyurdu daha çox, hakimiyyət irsi keçirdi, elə təhsildə də hər şey irsi keçirdi. Çox danışmaq istəmirəm ki, çaşıb qaçacam Şumerlərdəki tədrisə, lazımdır bizə qanxata ehtiyac yoxdur. Nədən danışmadım? Tibb qaldı, aysız oldu, niyə nəbz? Bəli, tibb də müəyyən qədər inkişaf eləmiş, bunlar insanların nəbzini ölçərək ölüb-ölmədiyini müəyyənləşdirə bilirdilər. Sonra bunlara məsələn diaqnoz qoyurdular, nəbzini ölçərək deyir də bunun böyrəyi xarabdır. Eyni zamanda sadə diş, göz əməliyyatını Çöldən gəldi o səs. Sonra gözün birini çıxardırdılar, məsəl üçün elə öyrənmişlər. Bir-iki nəfər kör eləyəndən sonra artıq öyrənmişlər ki, göz əməliyyatı nətər həyata keçirilmək lazımdır. Ondan sonra diş dəyini vəziyyətdə bir-iki dənə məsəl üçün diş çıxardım deyəndə çənəni yerindən sındırıb çıxarda. Hər şey elə olur da dostum. Birdən-birə sən bilərsən, masklar birdən-birə tikilməyib ki, bir-iki nəfərin dişin çənəsini sındırmaq lazımdır ki, biləsən ki, bu diş nətər çəkilir. Belə-belə nəsə öyrənmişdilər. Niyə elə baxdın ki? Sənin atan diş həkimdir. Və niyə elə baxdın? Hə, nə deyirsən? Təqvimi dedim. Burada dörüydün sən. İncə sənət demədi. İncə sənətdəki rəsmlər çəkirdilər sarayların divarına. O qədər önəmli bir şey deyil. İncə sənət onu yadımdaydı, özüm demək istəmirəm. İndi isə keçirik Şumerə, dostlar. Hə? Həndəsən dedim. Sahəniz adı dedim. Hə, Şumerdən söhbət edirik indi. Şumer xalqdır. Ərazi Mesopotamiyadır. Mesopotamiya hərfi mənası nə deməkdir? İki od arasında, iki çay arası. Hansı çaylar idi? Ay maşallah, möhtəşəm. Dəzlə və Fərat. Görürsünüz, uşaqlarımız oxuyur. Yüksək qonaq telefonun üstünə. Fırlanıb gələcək kameranın qabağına. Hə, Dəzlə və Fərat çayı. Bəs Mesopotamiyanın özünü nə adlandırırdılar? Qızıl Aypara, bərəkətli Aypara adlandırırdılar. Şumerlərin özü bura sonradan gəlmişlərdən və 7-6-cı nədir xanım? Necə dedin? Bərəkətli Ayparadır. Zarafat elədik, Fatimə. 7-6-cı minillərdə Neolit dövründə Altay dağlarından çıxıb gəlmişlər. O məşhur mahnı var, eşitmişsiniz, Altaylardan Tunaya. Bəs elə o buna həsr olunubdu. Altay dağlarından çıxıb gəliblər. Şumerdə məskunlaşıblar, 6-cı minillikdə Cənubi Mesopotamiyada məskunlaşıblar. Sağ-salamat olmaq şərti ilə, bunu silim. Silim. Sən elə demə, sən deyən ki, fərqi yoxdur. Sənin adını yazacağım, Aynur fərqi yoxdur. Özün bilsən də mən hər il, sən bilmirsən, hər il uşaqlara elə bir ki, bir dənə Dədə Qorqud kimi nədirsə fərqlənirlər. Mən də onlara ad qoyuram. Buradan kiməsə ad qoymuşam. İrana Kür. Yazma, onu sən deyirsən. Bu oğlanın adı Pələkdir. Başqa kimsə adını yazmamışam amma dərsən, hə? Hələ ki yox. Hələ ki yox. Kimə? Tamariya, hə, Aysol, keçən qoymuşum. 4-cü minillikdə, 4-cü minilliyin sonlarında Şumerlərdə ilk şəhərlər meydana gəlir. İlk şəhərlər meydana gəlir. Birinci şəhər hansı olur? Eridu şəhəri olur.
Bu şəhərlər ətrafı divarlarla əhatə olunmuşdur. Ümumiyyətlə Mesopotamiyadan danışanda mən onu deməliyəm ki, ərazinin özü relyef cəhətdən dağlarla əhatə olunmadığı üçün tez-tez xarici basqınlara məruz qalırdı. Bu da onları vadar edirdilər ki, heç olmasa qala tiksinlər, divarlarla əhatələndirsinlər ki, xarici basqınlardan müəyyən qədər xilas olsunlar. Nəsə bu Erodu şəhəri daxil olmaqla bütün Şumerlərin siyasi tarixində 3 dənə vəzifə hökmdar adı var idi. En, Ensi, bir də Lugal. Bunlar nə ki, telefonda başına dönmü? Dua edirsən, təsə qulaq. Bu en əvvəllər hakimiyyət elində cəmləşmişdi. Məsəl üçün, kahin vəzifəsini icra edirdi, eyni zamanda dövləti idarə edirdi. Çünki Şumerlər quruluşsa nə tər dövlət idi? Teokratik, yəni dini dövlət idi. Səfəvilərlə də oxşardı, indiki İranla da oxşardı, Səudi Ərəbistanı ilə də oxşardı. Bunu demişdim, amma harada bilmirəm. Nasıl demişəm? Sizə demişdim, hə? Görsən. Gəl indi yadına sal. Endən danışırıq, hə. Sonra enin işləri çox olur deyə özünə bir dənə yardımcı götürür və bu da adlanır NC. Bu NC-dəki sonra təsərrüfat işlərini idarə edir. Eyni zamanda orduya başçılıq edən Lugal var idi. Lugal nə iş gördü? Hərbi işləri nəzarət edir, orduya başçılıq edir də. Dedim axı indicə. Dedim orduya başçılıq edirdi. Bəli, Lugal sonra elə olur ki, tayfalar arasında, bu şəhər dövlətləri arasında müharibələr artır deyənə, Lugalın əziyyəti daha çox önə çıxır. Lugal da görür ki, gör. Bütün hakimiyyət mənim əlimdədir, bütün əziyyəti mən çəkirəm. Hansısa bir kahin oturub orada dövləti idarə edir. Deyir, niyə? Gəlir kahini deyir ki, sən get ibadətini elə. Bunu kim demişdi? Məhəmməd Cahan Pəhləvan. Deyir, o demişdi din xadimləri ki, siz öz işinizlə məşğul olun, dövlət idarəçisinə qarışmayın. Bəli, kahinlərə də Lugal deyir ki, siz öz işinizlə məşğul olun, dövlət mənimdir. Ondan sonra artıq bütün hakimiyyət cəmlənir Lugalın əlində. Hansı şəhər dövlətləri vardı? Eredu, Ur, Uruk, Umma, Lagaş, Nipur, Kiş. Dedim hamısını? Hə? Rus? Rus nə? Urus? Uruk. Urus, yox, qırmızı. Nəysə. Bu vahid dövlətdən söhbət edirik dostlar. Bu Şumer şəhər dövlətləri bir-birlərini qırırdılar. Tipik Azərbaycan xanlıqları dövrünə oxşuyur. Bunlar bir-birlərini qırırdılar deyə hansı ağlı kəsib vahid dövlət yarada bilmirdi. Ona görə bunlara üçüncü əl lazım idi. Xaricdən kimsə müdaxilə eləməli idi. Bu xarici müdaxilə isə eradan əvvəl 3-cü minillikdə başlayır. Bu 3-cü minillikdə hansı ki, Ərəbistan ərazisində yaşayan tayfalardan, Sami tayfalarından olan Sargon gəlir Mesopotamiya ərazisini ələ keçirir və burada dünyada ilk imperiya olan Akkad imperiyasını yaranır və Mesopotamiyanı vahid dövlətə birləşdirir. İndi Mesopotamiyanın vahid dövlətə birləşdirməsi Akkad Şumerlərin fəaliyyətinə aiddir də, düzdürmü? Aid deyil, çünki onu başqa tayfalar gəlib birləşdirmişdi. Əxlaqsızsınız, Hə. Nəysə, bu Şumerlər Mesopotamiyada uzun müddət ağalıq eləyə bilmir Akkadlar. O belə deyir, başqasının xarabalıqları üzərində qurulan evlər xoşbəxtliklə dola bilməz və nəticəsə bizim vətənpərvər Kutilərimiz eradan əvvəl 3-cü minillikdə yaxud eradan əvvəl 22-ci əsrdə gəlir. Mesopotamiyada bunların hakimiyyətə son qoyur, 100 ilə yaxın idarə edir. Bu barədə ətraflı danışmırıq, Azərbaycan tarixində bu barədə danışmışıq. Amma nəysə dostlar, yekunda eradan və 2003-cü ildə, yəni 3-cü minin sonunda sonuncu Şumer şəhər dövlətinin süqutundan sonra Mesopotamiyada artıq yerli dövlət idarəçisi olmur, xaricilər gəlib müxtəlif vaxtlarda işğal eləyib, nəzarətinə saxlayırlar. Nədir? O yoxdur burada. Mən şəhər dövlətlərin süqutunu demədiniz. Bir də Akkadların öyrəndikləri var idi Şumerlərdən. Qutarmamışam ki dərsi. Təkcə siyasi tarix qutardım. Siyasət qurmamışam. Niyə qutarmamışam? Şəhər dövlətlərin süqutu verilmişdi. Nə vaxt şəhər dövlətlərin süqutu? 20-ci əsr. Əzizim, gözəl insan, dəyərli abituriyent. 2003 dediyim o idi də. 2003 Elam dövləti idi, səhv eləmirəmsə. Sonuncunu gəlib süquta uğradır. O yoxdur. Qoy sənin üçün deyim. Eradan əvvəl 20-ci əsrdə əvəzləyir. 2003-cü ildə dostlar, sonuncu Şumer şəhər dövləti süqut eləyir. 3-cü minin sonunda. Buna da son qoyulur. Nəysə, keçək indi digər məsələlərə. Elmdən danışaq, yazıdan danışaq. Birinci ağlımda olan yazı var.
Dedik ki, keçən bayaq demişdim, indi də təkrar edirəm, Şumerlərin ilk yazısı piktografik yazı olmuşdur, şəkli yazı. Sonradan bunlar hansı yazını yaratmışlar? Mixi yazını. Mixi yazı nə zaman yaranmışdı? Eradan və 3-cü minillikdə. Mixi yazını kimlər mənimsəmişdi? Aşur, Akkad, Babil. O sizin dediyiniz Yahudilər, Akkadlar və Finikiyalılar digər məsələləri öyrəniblər. Yazı məsələsinə aid deyil. Mixi yazı daha çox nəyin üzərinə yazılırdı? Gil lövhənin. Burada daha çox gil lövhənin üzərinə yazılırdı. Daha çox ümumiyyətlə Şumer şəhər dövlətləri, Azərbaycan tarixi haqqında da məlumatlar daha çox mixi yazıdan elə gil lövhələrin üzərində tapılırdı. Sonra Şumerlərin elm fəaliyyəti ilə bağlı nə danışa bilərim? İş xəritələri Şumerlər hazırlamışdı, 60-lıq hesablama sistemi yaratmışdılar. Bunların riyaziyyatı yaxşı inkişaf eləmişdi. Ondan sonra... Bəli, 60-lıq hesablama sistemində hamısı ilə onun içində gedir. 60-lıq hesablamanın içərisində gedir. Bunların öz təqvimi olmuşdu. Ondan sonra, məsəl üçün, burada qadınlar da təhsil ala bilirdi. Təhsili bitirəndən sonra məmur, kahin kimi vəzifələrdə çıxış edə bilirdilər. Uşaqları məktəbin günəşi adlandırırdılar. Yoxsa məktəbin oğlu günəş nə idi orada bə? Günəş oxudur orada. Müəllimləri sağların məktəbin atası, ustad. Bu günə nasıl adamı bircə Asəf qoymuram, adam o ustad Asəf. De görüm mən ustad. Asəf. Bəli. Çiyələyin? Çevrəni deyir, filan deyir ki, bir də müəllim, çevrəni 360 dərəcədə nə? Bölmüşdülər, hətta 360 dərəcəyə bölmüşdülər, bəli. Günəş, xəritəni dedim. Gilgameş dastanı haqqında danışmaq, Zikurat haqqında danışmaq lazımdır. Gilgameş dastanı ümumiyyətlə dostlar, özü eradan və 3-cü minillikdə mövcud olmuşdu. Amma onun zamanını çıxardıblar. 3-cü minillikdə dünyanı su basıb, Şumerlər haqqında maraqlı bir dənə söhbət edəcəm sizə. Su basıbdı, nəsə Gilgameş dastanı o haqqında yazıb. 2-ci minillikdə Gilgameş dastanı müxtəlif dillərdə tərcümə edib öyrənirlər. Gilgameş dastanında, yaxud da Şumer şəhər mədəniyyətində divar üzərindəki rəsmlərdə çox maraqlı səhnələr var. Bu barədə tarixi araşdırmalar həyata keçirilib və buradan o qənaətə gəlinib ki, su həqiqətən Gilgameş dastanında deyir, su bastı. O söhbət həqiqətən bir mədəniyyəti süquta uğradıb. Məsələn, divarlarda rəsmlər var ki, insanlar skuter sürür. Yəni, skuterə oxşayan bir nəqliyyat vasitələri olubdur. Təkər zad da deyəcəm, o da yadıma düşdü. Deməli, eyni zamanda səhv eləmirəmsə, ütü rəsmi var imiş. Ütü. Bu o deməkdir ki, həmin dövrdə bir mədəniyyət olub. Məsələn, bunu ən çox bilsən hansı məsələdə irəli sürürlər? Piramidaların yaranmasında. Deyirlər ki, piramidaların yaranması insan məhsulu deyil. Amma onun elmi açıqlaması var. Deyir, həmin dövrdə mədəniyyət yüksək inkişaf edib. Sonra o mədəniyyətlə əlaqə kəsilib. Dünya dağılıb kimi bir şey olub, elə bil. Və biz itirmişik onları nətər edir. Tapmışlar da onu dəmir turbaların üstündə həmin daşları sürürlər. Elə olanda çəki ağırlığı düşmür. Yəni, onu səhv eləmirəmsə bir yerdə görmüşdüm. Yəni, həmin dövrdə bir mədəniyyətin süqutu olubdur. Ondan sonra bizim mədəniyyət yenidən qurulmağa başlanılıb. Və biz bizdən əvvəlki mədəniyyətdə məlumatsızıq. Bilmirik ki, həmin mədəniyyətdə nələr olub, amma bu skuter təzə çıxıb, skuter. Nəysə, sonra eradan və 4-cü minillikdə duluz çarxları hazırlayıblar, təkərlər hazırlayıblar, ondan sonra maskalar hazırlayırlar, təmiz mis hazırlayırlar, sonra tunc əldə edirdilər. Ondan sonra təkər nəqliyyatı bilmirəm, dedim yoxsa yox, dedim. Deyəcəm, indi demədim. Deyəcəm, yox, deyəcəm. Nəysə, 4-cü minillikdə təkər nəqliyyat sistemi yaratmışdılar. Sonra nə dedim, deyəcəm? Rüşvət? Bürçlər? Yox, demədim. Zikurat, aciz ol. Eradan əvvəl 3-cü minillikdə zikuratlar yaradılmışdı. Zikuratlar nə məqsədlə istifadə olunurdu? Bir ibadət, bir də... Bəli, aylara, günəşə baxmaq üçün nə qarırlar zikuratdan gəlib? Püş atırdılar, baxırdılar. Görək göydə nə baş verir? Din. Şumerlərdə müxtəlif dinlik var idi. Müxtəlif səma cisimləri, ay, günəş, bərəkət, su, divar, taxta, oxley, kitab, anarsev. Hamıya sitayiş edirdilər. Çox Allahlıq vardı, çox tanrılıq vardı. Əziz dostlar, bugünkü bu dərsimizin izahı başa çatdı. Birazdan isə növbət dərs izahını çəkəcəm. Videonu axıra qədər izlədinizsə, işinizə yaradı, yaramadı, dəxli yoxdur. Bəyənirsiniz, rəy yazırsınız. Mən nə eləyirəm, yaxşı eləyirəm. Nə dəxli var, onu kəsərəm. Dur sən də, sağ ol. Dur sən də, bax.